Bizim bugün həm söhbətimiz gözəl müğənni, ümumiyyətcə sənət aləmində sözünü demiş müğənnilərdən biri Həmidə xanım Hüseynova. Bizim saytımızda və ya da digər saytlarda ümumiyyətcə yayımlanan negativ hallarla bağlı açıqlama vermək istəyir. Düzdür, o barədə o mövzular haqqında müzakirə etmək istəməsə də belə, yəni onunla bağlı açıqlama qismən vermək iqtidarındadır. Çünki özü qismən o sözə toxunmaq istəyir və bugün bizə həyat haqqında danışacaq. Olub keçənlərdən buyurun Həmidə xanım, sizi dinləyək. Təşəkkür edirəm, çox sağ olun. Mən Həmidə Hüseynova müğənniyim. Tanıyanlar tanıyır, tanımayanlara da artıq özüm barədə istəyirəm açıqlama verim və buna görə də sizə təşəkkür edirəm. Və demək olar ki, mən bu sənətə ilk yaşlarımdan başlamışam, hardasa 3-4 yaşlarımdan. Yarışmalar falan, çıxışlar, musiqi məktəbini bitirmişəm, musiqi təhsilim var. Sənətdə irəliləmək üçün əlbəttə ki, sənət, istedad ilk növbədə də təhsil daha çox önəmlidir. Mən bunu belə bilirəm. İndi baxmayaraq ki, belə deyil, təhsilə daha çox önəm vermirlər. Amma çox əziyyətlər çəkmişəm. Yəni, demək olar ki, artıq 20 ilə yaxındır ki, mən bu sənətdəyəm. Baxmayaraq ki, tam gündəmdə olmasam da belə, müəyyən səbəblərim olub. Müəyyən səbəblərimdən biri də valideyn itkiləri olub. Artıq sənətdə çox irəliləmək istədiyim halda belə valideyn itkiləri olub. Allah hər kəsin qalanlarına can sağlığı versin, ölənlərə də rəhmət diləyirəm. Atamı itirdim, bir müddət sonra anamı itirdim və belə hallarla sənətdə daha çox geriləməyə getdim. Ailə qurduğum halda belə sənətimdən də yenə geriləməyə düşdüm. İndi şükürlər olsun ki, hər şey yaxşıdır. Yəni, ailə vəziyyətim də artıq yoxdur. Bu şeylərlə bağlı əlaqələri kəsmişik. Yəni, rəsmi olaraq boşanmışıq, tamamilə bitib. İndi yeni işlərimlə məşğulam. Artıq kliplər, yəni sənətimdə addımlamaq üzrəyəm, daha çox irəliləyəm. Ona görə də mən istəmərəm ki, hansısa bir nüanslarla, hansısa bir xoşa gəlməz, mənfi bir fikirlərlə, xəbərlərlə gündəmə gəlim. Həmidə xanım, biz sizin o sosial platformaları yayınlanmalarla bağlı fikrinizə toxunmaq istəyirdik ki, siz bu günlərdə bizi çağırmaqda, yəni dəvət etməkdə məqsəd ondan ibarətdir ki, siz qeyd edirsiniz ki, mən həmin şəxslərlə bağlı adın çəkilməsini istəməyən, kriminal, yəni onu xatırlatmaq istəmişsiniz. Amma çox əfsuslar olsun ki, onun adını vurğulamağı vacib amillərdən biridir. Yəni Ruslan Bərdəli kimi tanınan, hazırda keçmiş, indi bilmirik yanın vəziyyəti nə yerlidir, kimdir, nədir, nəsilə tanımırıq. Sadəcə olaraq sizin də ondan xəbəriniz yoxdur və qeyd etmişdiniz ki, onunla əlaqəni kəsmişsiniz. Bununla qısa bir bizə məlumat verərdiniz, çox qısa. Xahiş edirəm sizdən bununla bağlı məlumat verin. Bəli, bu xəbər artıq ictimailəşdirilmişdi. Mediada, saytlarda xoşa gəlməz bir xəbər olduğuna görə də mən buna açıqlama verə bilərəm, çox qısa olaraq. İstəmirəm bu barədə danışım. Bu xəbərlə ümumiyyətlə gündəmə gəlmək istəmirəm. Sadəcə olaraq insan halıdır. Bu mənim bir qismətim idi. İnsanıq da, yəni heç kəs nəyisə özü seçə bilmir. Yəni, mənim ailəm oldu, alınmadım. Heç bir əlaqəm yoxdur ondan, heç bir münasibətim yoxdur. Və çox xahiş edirəm, burada müraciətim hər kəsədir, bütün saytlaradır. Xüsusilə də ictimaiyyətləndirmək istəyirəm bu xəbəri ki, yəni biz artıq rəsmi olaraq boşanmışıq. Bu mövzu artıq gündəmə gəlməsin. Mənim üçün də, bəli, yenidən də ailə həyatı quracağam. Bu mənim gələcəyimə görə də ziddir. Bunun üçün də hər kəs öz yolundadır. Mən də öz yolumu davam edirəm. Və əlbəttə ki, mən öz təşəkkürümü bildirmək istəyirəm InfoPlus saytının rəhbərliyinə və xüsusilə sizə təşəkkür edirəm Cəlal bəy ki, dəyərləndirdiniz, yəni gəldiniz. Çox sağ olun, minnətdaram sizə ki, bu cür xəbəri ictimailəşdirdik və hər kəs də bunu belə bilsin. Hər kəsin yolu uğurlu olsun inşallah. Təşəkkür edirəm, buyurun. Sağ olun.